The pronoun əvəzlik. Əvəzliklər isim və sifətin əvəzinə işlənən nitq hissəsidir. Mənasına, morfoloji xüsusiyyətlərinə və sintaktik funksiyalarına görə əvəzliklər aşağıdakı qruplara bölünür. Personal pronouns şəxs əvəzlikləri, possessive pronouns yerlik əvəzlikləri, reflexive and intensive pronouns qayıdış əvəzlikləri, reciprocal pronouns qarşılıq əvəzlikləri, demonstrative pronouns işarə əvəzlikləri, interrogative pronouns sual əvəzlikləri, relative pronouns nisbə əvəzliklər, adjective clause mövzu izahında biz keçmişik nisbə əvəzliklərini, indefinite pronouns qeyri-müəyyən əvəzliklər, distributive pronouns təsnif edici əvəzliklər, slot filling pronouns tamamlayıcı əvəzliklər. İndi isə mən sizə izah etdiyim mövzu, əvəzliyə aid olan izah etdiyim mövzu indi. Bu, bazı dərslərimizdə qətiyyən yox idi. Ona görə xahiş edirəm, diqqətlə dinləyəsiniz. Pronoun references, yəni ki, əvəzliklər haqqında referens, geriyə dönüş. Bu nə deməkdir? Baxın, bu, özəl təsvirlərdə əvəzliklər cümlə içində öncə və ya sonra gələn hər hansı bir sözə istinad elə bilmələrinə görə 3 yerə ayrılır. Deməli, pronoun references 3 yerə ayrılır. Həmin cümlə içində öncə gələn əvəzliklərə görə, cümlə içində sonra gələn əvəzliklərə görə 3 yerə ayrılır. Birinci, bu nədir? Kataforik referens. Diqqətlə qulaq asın, görün nədir? Bəri başdan deyirəm ki, qayda çox asan qaydadır. Sadəcə olaraq adlarını yadda saxlamaq lazımdır. Kataforik referens eyni cümlədə və ya danışıq zamanı daha sonra işlədiləcək bir ifadəyə və kəlməyə istinad edən söz və ya əvəzlikdir. Referens istinad edən, geriyə dönüş edən. Müəllimlər, bunu biz cümlə içində heç cürə anlaya bilmərik, bu nə deməkdir? Deyir ki, eyni cümlədə və ya danışıq zamanı daha sonra işlədiləcək bir ifadəyə və kəlməyə istinad edən söz və ya əvəzlikdir. Bu nə deməkdir? Yalnız nümunə üzərində bunu biz anlayırıq və görürük ki, çox asan bir şeydir. Nümunəyə baxaq. Also, I phone her every week. My mother still complains that I don't keep in touch often enough. Deyir ki, baxmayaraq ki, mən ona hər həftə zəng edirəm, anam hələ də şikayətlənməkdə davam edir ki, mən onunla kifayət qədər ünsiyyətdə olmuram. Birinci bizdə gəlir h, əvəzlik gəlir. H, ona, kimə ona? My mother, anama. Bax, bu kataforik referensdir. Yəni ki, əvvəlcə bizdə əvəzlik gəlir, sonra isə bizdə həmin əvəzlik hansı sözə istinad edirdirsə, həmin söz gəlir. Birinci əvəzlik h gəlib, sonra h burada hansı sözə istinad edirdi? My mother sözünə. Bax, belə quruluşda hal-hazırda bu cümlədə h kataforik referensdir, kataforikdir. Çünki birinci əvəzlik işlənib, sonra isə həmin əvəzlik hansı sözə görə işlənmişdi? My mother sözünə görə işlənmişdi. Bu quruluşa deyirlər kataforik referans. Her refers to my mother. Her, my mother sözünü istinad edir. Sadəcə olaraq birinci əvəzlik işlənib, sonra həmin əvəzlik hansı söz əvəz edir? My mother sözünü əvəz edir, sonra my mother gəlir. Bu quruluş əvvəl əvəzliyin gəlməsi, sonra əvəzliyin istinad etdiyi sözün gəlməsi kataforik referans adlanır. İkinci cümləmiz, it was the biggest dog I have ever seen. O, indiyənə qədər gördüyüm itlərin ən böyüyüydü. O nə? It nə? Yəni əvəzlik it ingilis dilində. Dog sözünə istinad edir. Əvvəl onun əvəzliyi gəlir, sonra isə istinad olunan söz gəlir. Deməli, it burada kataforik pronoundur. Some sports like boxing and car racing are very dangerous. Bəzi idman növləri, məsələn, boks və yaxud maşın yarışı
çox təhlükəlidirlər. Some sports refers to boxing and car racing. Bəzi idman növləri kataforik pronom. Some burada kataforik pronomdur. Çünki əvvəlcə bəzi deyir, sonra isə izah olunur ki, bəzi hansılar? Boks və yaxud maşın yürüşləri. Burada some kataforik pronomdur. Deməli, əgər birinci bizdə əvəzlik gəlib, sonra isə o əvəzlik istinad edən söz gəlibsə, orada bizim əvəzliyimiz kataforik pronom adlanır. İkinci, anaforik referans, anaforik istinad baxaq. Eyni cümlədə və ya danışıq zamanı daha öncə işlədilən bir ifadəyə və kəlməyə istinad edən söz və ya əvəzlikdir. Burada isə müəllimlər, birinci sözümüz gəlir, sonra isə həmin sözü əvəz edən əvəzlik gəlir. Əvəzlik istinad etdiyi sözdən sonra gələndə adlanır anaforik pronom. Gəlin nümunələrə baxaq. My father went to the bank. He was annoyed because it was closed. Atam banka getdi, o narahat oldu çünki o bağlı idi. Baxın, birinci məndə deyil, kim getdi banka? Atam getdi. Sonra kim narahat oldu? He, o kim? Atam. Əvəzlik ikinci gəlib. Birinci istinad olunan söz gəlib, sonra isə əvəzlik gəlib. Bu halda he burada anaforik pronomdur. He refers to my father, it refers to the bank. He deməli ata sözünə istinad edir, it isə bank sözünə istinad edir. Hər iki əvəzlik istinad etdikləri sözlərdən sonra gəliblər. Deməli buradakı bizdə anaforik referansda anaforik pronomlardır. If my sister moves to Istanbul, I will do it as well. Əgər deyir mənim bacım İstanbula köçürsə, I will do it, mən də həmçinin elə edəcəm. Necə edəcəm? It moves to Istanbul, yəni İstanbula köçəcəm. Birinci gəlib İstanbula köçür, ona istinad edən, mən də elə edəcəm. Necə elə, yəni İstanbula keçəcəm. Əvəzlik it onu istinad edir, onu əvəz edir burada. Əvəz edən it burada anaforikdir. Niyə anaforikdir? Çünki istinad olunan sözdən sonra gəlir. İstinad olunan sözdən əvvəl gələn əvəzlik kataforik, istinad olunan sözdən sonra gələn əvəzlik isə anaforik adlanır. Yaddan çıxmasın. Üçüncüyə baxın. Egzoforik referans, egzoforik istinad. Eyni cümlədə və ya danışıq zamanı var olmayan, yəni mətnin xaricindəki şeylərə istinad etmək üçün işlədilir. This, that, this, those, here, there, they, it kimi əvəzliklər egzoforik olaraq işlədilir. Egzoforik referans işlədilməsi iki həmsöhbət arasında keçən mövzu ilə bağlı bəzi ortaq məlumat tələb edir. Gəlin görək, bu nədir? Bu deməkdir ki, ümumiyyətlə bizim cümlədə verilən əvəzlik həmin cümlədə heç bir sözü əvəz etmir. Sadəcə olaraq həmin əvəzlik cümlədən qıraqda qalan nəyəsə əvəz edir. Yəni, həmin şey əvəzliyin əvəz etdiyi isim bizim cümlədə yoxdur, cümlədən xaricdədir. Belə əvəzliklər isə egzoforik adlanır. Egzoforik referans, yəni ki, cümlədə olmayan sözü əvəzinə işlənən əvəzliklərdir. Məsələn, gəlin nümunəyə baxaq. They are late again. Can you believe it? Onlar yenə gecikir. Buna inana bilirsən? Onlar kim? Kimdirsə də biz onları gözləyirik. Onlar isə gecikir. Cümlədən xaricdədir onlar. Biz bilmirik onlar kimdir. Yəni, bu iki danışan adam özləri öz aralarında bilir kimdən danışırlar. Və sadəcə olaraq əvəzlik işlədilir və cümlədən kənarda, xaricdə olan kimisə, istinad edərək işlənən əvəzliklər egzoforik olur. I know, well, they would better
They had better get here soon or it get cold. Burada it refers to something that both speakers know about. Perhaps Dina deyir ki, mən bilirəm, yaxşı, daha yaxşı olar ki, tezliklə deyir, burada yığışaq, yoxsa ki, o soyur. O nə soyur? Ola bilər ki, deyir, məsəl üçün, nahar soyur. Nahar söhbəti yoxdur bizim cümlədə. Danışanlar öz arasında bilirlər nədən danışırlar. Və it burada egzaforik referansdır. Yəni ki, egzaforik istinaddır. Cümlədən qıraqda qalan nə isə əvəz eləyir it. Bir daha deyirəm, əgər cümlə içində işlənən əvəzlik cümlədəki heç bir ismi və yaxud sifəti əvəz etmirsə, deməli o cümlədən qıraqda, amma danışanlar üçün məlum olan bir şey istinad edir və bu da adlanır egzaforik referans. Key point-a baxaq. Kataforik və anaforik ifadələr cohesive device əmələ gətirir, lakin egzaforik ifadələr isə cohesive device əmələ gətirmir. Kontekstdə hər hansı bir sözün və ifadənin nəyə qarşı gəldiyi bəlli edilmişsə, bu endafora adlanır. Endafora, anafora, katafora, bunlar hamısı eyni şeydir. Yəni ki, cümlədə olan əvəzlik elə həmin cümlənin içindəki hər hansı bir sözü əvəz edərək işlənirsə də, bunlar artıq həm anaforik, həm kataforik olanlar endaforada adlanır. Gəlin örnək suala baxaq. Xahiş edirəm, diqqətli olun. In which of the following sentences does the underlined expression function as a cataphoric expression? Aşağıda verilmiş cümlələrin hansında altından xətt çəkilən ifadənin funksiyası kataforik funksiyasındadır, ifadəsindədir. A variantına baxaq. In the past, people were told to change their eating habits and they went on a diet. Keçmişdə insanlar yemək adətlərini dəyişdirilməyə deyilmişdir və onlar pəhrizə keçmişdilər, pəhrizə davam etmişdilər. Onlar kimlər? İnsanlar, people. Bu bizdə kataforikdir. Zey bizdə kataforikdir. Bağışlayın, anaforikdir. Üzr istəyirəm, anaforikdir. Çünki birinci insanlar gəlir, sonra isə insanları əvəz edən zey əvəzliyi gəlir. B variantında mən burada. Bəli, Şənlalə müəllimə, C variantıdır. Çünki C variantına baxaq elə. After he came back from service in Afghanistan, Tom was plagued by flashbacks and nightmares. He, o, Afganistandakı deyir, qaydandan sonra Tom. O kim? Yəni Tom. Bəli. Burada bizdə kataforik olan C variantıdır. Çünki he, Tom'u əvəz etmişdir. Örnək sualı biri də var. Which of the following sentences does not include a cohesive device? Hansında cohesive device yoxdur? Cohesive device hansındakı nə cümlədə, nə əvvəl, nə sonra istinad edilən söz yoxdur. Cümlədən qıraqda qalıbdır. O da bizdə A variantındadır. I will have to stop you there. We have run out of time. I will have to stop you there. We have run out of time. Burada bizdə qıraqda qalır. Kim? Qıraqda qalır. Bu bilinmir. Ona görə də cohesive device-dır. Bağışlayın. Hədə does not include cohesive device yoxdur burada. Çünki nə anaforik deyil, nə də kataforik deyil. Bu sizə əsas mənim izah etdiyim, indiyənə kimi keçmədiyimiz pronounlardan bir məlumat idi. Şəxs əvəzliklərinə keçək, personal pronouns, şəxs əvəzlikləri. Şəxs əvəzlikləri biz sizlə bilirik, tanıyırıq. Üzərində çox dayanmaq istəmirəm. Yenə də qısaca olaraq şəxs əvəzlikləri subject pronouns adlı hal və object pronouns obyekt hal olmaqla iki yerə ayrılır. Subject pronouns adlı halda olan şəxs əvəzlikləri cümlədə adətən subject funksiyasında olur. Yəni ki, mübtada funksiyasında olur. Hər birini bilirik. I, you, he, she, it, we, you, they. Nümunələrin üzərində dayanmıram, çünki bunlar asandır. Amma object pronounsa baxaq, deməli, obyekt halda olan əvəzliklər
Cümlədə indirect object funksiyasında işlənir. Preposition və verbdən sonra gəlir. Obyekt halda olan əvəzliklər cümləmizdə vasitəsiz tamamlıq kimi işlənir və sözünlərdən və fiillərdən sonra gəlir. Biz bilirik ki, obyekt halda olan tamamlıqlar qətiyyən cümlədə mübtəda ola bilməz. Onlar cümləmizdə ya sözünlərdən sonra işlənir, ya xəbərdən sonra gəlir, ya iki fiilin arasında işlənir. Me, mənə, məni, you, sənə, səni, him, ona, onu, her, ona, onu, it, ona, onu, us, bizə, bizi, you, sizə, sizi, them, onlara, onları. Məsəl üçün, bircə nümunə deyim. I can see you through the window. Səni pəncərədən görə bilirəm. Harada gəlib? Fiildən sonra işlənib, obyekt halında olan tamamlıqdır. Possessive pronouns, bunları da çox gözəl öyrənmişik. Yəlik əvəzlikləridir. Mənsubiyyət bildirir və biz bilirik ki, iki forması var. Possessive adjectives, bax, adlarına diqqət edin, ha? Çünki adlarında sabahsı gün testlərin içində biz çətinlik çəkə bilərik. Qayda Hasan adını öyrənməmişik. Əsas da elə adlarını düzgün fərqləndirməkdir. Possessive adjectives və possessive pronouns, bir fikir verin. Yəlik əvəzliklər ola bilər, həm possessive adjectives, həm də ola bilər possessive pronouns. Necə fərqləndiririk? Çox asan. Possessive adjectives sifət əvəzlikləri cümlədə özündən sonra hər zaman be noun ilə işlənir. Yəni, özündən sonra mütləq şəkildə isim götürən asılı yəlik əvəzlikləridir. Possessive adjective sahiblik ifadə edir və whose sualına cavab verir. Own şəxsi özəl sözü hər zaman possessive adjectives ilə işlənir. Of my own mənsubiyyət ifadə etdiyi üçün ofdan əvvəl mütləq isim gəlməlidir. Biz bilirik nələrdir bizim possessive adjectives. Niyə adjectives? Ümumiyyətlə müəllimlər, isimlərin qabağında işlənən bütün əvəzliklər, istər bunlar yəlik əvəzliyi olsun, istər işarə əvəzliyi, qeyri-müəyyən əvəzliklər, dəxli yoxdur. Əgər onlar ismin qarşısında gəlirsə, onlar olurlar artıq adjectives, sifət olurlar, əvəzlik olurlar, düz sifət əvəzliklər olurlar. Sifət əvəzliklər, bax, onların orada adjectives olacaq adı. Amma özləri müstəqil halda işlənən əvəzliklərimiz, yəni özlərindən sonra isim götürməyibsə də, onlar elə pronoun əvəzliklə adlanırlar. Bilirik, tanıyırıq biz aslı yəlik əvəzlikləri my, your, his, her, its, our, yours-yə bilirik ki, bunlar aslı yəlik əvəzliklərdir. Dependent forms of pronoun və mütləq şəkildə özlərindən sonra isim götürür və bizim testlərimizdə, deməli, testlərimizin içində əgər bizdən possessive adjectives istəyirsə, deməli, biz aslı olan yəlik əvəzliyini seçib götürməliyik. Sonra possessive pronoun, yəlik artıq bu özü əvəzlikdir, yəlik əvəzlikləridir. Possessive pronoun isim funksiyasında olduğu üçün özündən sonra isim gəlmir. Cümlədə subject, object və subject predicate funksiyasında ismi əvəz edir və preposition of ilə işlənə bilir. Yəlik artıq əvəzlikləridir. Independent, absolute form, yəni ki, müstəqil formalarıdır yəlik əvəzliklərinin. Onlar müstəqil işlənir. Bunlar qətiyyən özlərindən sonra isim götürmür qətiyyən. Of ilə işlənə bilir. Cümlədə subject mübtada, object tamamlıq və yaxud subject predicate ismi xəbər rolunda çıxış edə bilərlər. Ziyadda saxlayaq ki, bunlardan sonra qətiyyən biz isim işlədə bilmərik. Mən bilirəm, siz bunların hamısını bilirsiniz. Sadəcə olaraq, qısaca olaraq yadımıza salaq. Digər əvəzliklərimiz reflexive and intensive pronouns, qayıdış əvəzlikləri. Biz sizinlə qayıdış əvəzliklərini yalnız refleksiv kimi öyrənmişik. İntensiv kimi öyrənməmişik. Gəlin, bura baxaq. Qayıdış əvəzlikləri ola bilər həm refleksiv, ola bilər intensiv.
Nə vaxt bizim qayıdış əvəzliklərimiz refleksivdir və nə vaxt intensivdir? Gəlin baxaq. Reflexive and intensive pronouns mənsubiyyət ifadə edən possessive adjectivesə və object prononsa təkdə self, cəmdə isə self artırmaqla düzəlir. Reflexive pronouns və intensive pronouns tam olaraq eyni olmalarına baxmayaraq cümlələrdə fərqli funksiyaları yerinə yetirir. Bilirik qayıdış əvəzliklərini myself, yourself, himself, herself, itself, ourselves, yourselves, themselves. Gəlin indi refleksiv kimi həmin bu qayıdış əvəzlikləri biz cümlədə nə vaxt refleksiv pronouns kimi götürürük. Refleksiv pronoun hərəkətin bir başqası tərəfindən deyil, mübtada tərəfindən icra edildiyini ifadə edir. Yəni, birbaşa mübtadanı əks etdirir və cümlədən atıldıqda anlam daralması meydana gəlir. Refleksiv pronouns cümlədə adətən preposition və verblərdən sonra işlədilir. Bir cümləyə istəyirəm diqqət yetirəsiniz. Deyil ki, mübtada tərəfindən icra edildiyini ifadə edir. Yəni, birbaşa mübtadanı əks etdirir. İndi isə diqqətli olun. Cümlədən atıldıqda anlam daralması meydana gəlir. Bu nə deməkdir? Anlam daralması meydana gəlir. Gəlin baxaq. Be careful with that knife. You might cut yourself. Deyir, bıçaqdan ehtiyatlı ol, özünü kəsə bilərsən. Əgər mən hal-hazırda yourself qayıdış əvəzliyini cümlədən çıxartsam, məndə bax, anlam daralması əmələ gələr. Yəni ki, çaşqınlıq əmələ gələr. Əgər mən deyirəm ki, bıçaqdan ehtiyatlı ol, you might cut, sən kəsə bilərsən. Yourself-ı işlətməsən, belə qalır ki, sən kəsə bilərsən. Nəyi kəsə bilərsən? Görürsünüz, anlam daralması bu deməkdir. Yəni, yourself-ın burada işlənməsi mütləqdir. Biz onu cümlədən çıxarda bilmərik. Qayıdış əvəzlikləri nə vaxt refleksiv adlanır? Qayıdış əvəzlikləri o vaxt refleksiv adlanır ki, biz onları cümlədən atsaq, cümlənin mənası natamam qalır. Ata bilmərik. Ata bilmədi. Hansı cümlədən ki, biz qayıdış əvəzliyini ata bilmirik, onun orada istifadə olunması mütləqdir. Həmin anda qayıdış əvəzliyi refleksiv pronoun adlanır. İkinci cümləni baxaq. The cat washed itself. Pişik özünü yudu. Əgər biz buradan itself-ı atsaq, deyərik the cat washed. Pişik yudu. Nə yudu? Görürsünüzmü? Mənasız bir şey alınır. Ona görə də mütləqdir burada itself-ın işlənməsi. Itself burada refleksiv pronoundur. She looked at herself in the mirror for hours. Saatlarla güzgüdə özünə baxdı. Gəlin herself götürək. She looked at in the mirror for hours. Saatlarla güzgüdə baxdı. Güzgüdə baxdı nəyə? Bax, hansı cümlədəki müəllimlər biz qayıdış əvəzliyini atsaq, o cümlənin mənası yarımçıq qalır, çaşqınlıq yaradır. Həmin anda, həmin bizim qayıdış əvəzliyimiz refleksiv pronoun adlanır. Gəlin buradakı qaydaya baxaq. Yuxarıdakı A örnəyində əgər cümlədən yourself-ı çıxarsaq, cümlənin anlamında bir daralma baş verəcək. Yəni cümləni you might cut, kəsə bilərsən şəklində yourself olmadan işlətmiş olsaq, cümlədə ifadə edilmək istənilən fikir tam anlaşılmayacaq. Yəni, mənə elə gəlir ki, artıq bu sizə aydın oldu. Refleksiv pronouns formaları by, refleksiv pronoun şəklində də işlədilə bilər. Bu şəkildə işlədikdə yalnız və yaxud tək başına kömək olmadan anlamı ifadə edir. Bilirik də, by myself, mən tək öz başıma, by yourself, sən tək öz başına, by himself, o tək öz başına, by herself, by itself, by ourselves, by yourselves, by themselves. Bunlar hamısı tək başına deməkdir. Refleksiv formaları, qoyun nümunəyə baxaq.
My daughter is only 3 years old, but she can write her name by herself. Qızımın 3 yaşı var, amma adını özü yaza bilir. Yəni köməksiz, özü tək başına adını yaza bilir. Və yaxud, it is a big garden, but we do all the gardening by ourselves. Bu böyük bir bağdır, amma bütün bağçılıq işlərini özümüz edirik. Digər qaydamız, on possessive adjectives own, on my own, yalnız, tek başıma, on his own, o yalnız, o tek başına, on your own vesaire formasını ilə yuxarıda ifade ettiğimiz by reflexive pronoun işlədərək verdiyimiz yalnız, tek başına, kömək olmadan anlamları ifade edə bilirik. Yəni ki, by'dırsa, müəllimlər, by'dırsa, mütləq şəkildə siz orada qayıdış əvəzliklərini işlətməlisiniz. By myself, by yourself, by himself. Ondursa, on. Yerlik əvəzlikləri üstə gələk, own, on my own, on your own, on his own, on her own və sairə və ilaxır. Bu bizim refleksiv pronoun haqqında verdiyimiz məlumat. İndi isə gəlin görək, intensive pronouns nədir? Onlar da elə həmin qayıdış əvəzliklərdir. Myself, yourself, himself. Amma cümlədəki funksiyasına görə intensive pronouns adlanır. Gəlin görək, onlar niyə bir adlanır? Intensive pronoun cümlədə sadəcə vurğu artırmaq üçün işlədilir. Yəni, intensive pronounu cümlənin tərkibindən çıxardıqda heç bir anlam dəyişikliyi meydana gəlmir. Intensive pronoun əsasən olaraq subject və objectdən sonra işlənir. Həmin, bir daha deyirəm, həmin qayıdış əvəzliklərdir. Sadəcə olaraq, nə vaxt ki, biz qayıdış əvəzliyini cümlədən çıxardanda cümlənin mənası yarımçıq qalır, onda qayıdış əvəzlikləri refleksiv pronoun adlanır. Amma əgər biz qayıdış əvəzliyini cümlədən çıxardarıqsa və cümlədə heç bir yarımçıqlıq əmələ gəlmirsə, cümlə tam aydın bir fikri ifadə edirsə də, həmin halda qayıdış əvəzlikləri intensive pronouns adlanır. Intensive pronouns sadəcə olaraq cümlənin mənasını gücləndirmək üçündür. Gəlin baxaq, deyir ki, we ourselves painted the house. Evi biz özümüz boyadıq. Gəlin ourselves'i buradan çıxardım. We painted the house. Biz evi boyadıq. Görürsünüzmü? Cümlədə heç bir yarımçıqlıq qalmadı. Sadəcə olaraq ourselves burada gücləndirirdi cümlənin mənasını. Ona görə də hal-hazırda ourselves burada intensive pronoundur. It will be much better if do it myself. Bunu özümüz etsək daha yaxşı olar. Gəlin bunu da dəyişək. It will be much better if I do it. Daha yaxşı olar ki, mən bunu edim. Burada da cümlə tam bir mənanı ifadə etdi. Myself, mən cümlədən çıxarda bilərəm. Deməli, myself burada intensive pronoun idi. Qaydasına baxaq. Yuxarıdakı A örnəyində, yəni birinci oxuduğum we ourselves painted the house. Ourselves'i cümlədən çıxardıqda anlam olaraq heç bir dəyişiklik meydana gəlmir. We painted the house, evi biz boyadıq. Bu səbəblə ourselves cümlədə sadəcə vurğu artırmaq üçün işlədilir. Və görün nə deyir? Deyir ki, əvvəlcədən dedi ki, subject, yəni mübtada və yaxud object, yəni tamamlıqdan sonra işlənir. Adətən deyir, əsasən. Key point. Bəli, bax bu key point bizə mütləq lazımdır. Reflexive pronouns bəzən subject pronouns və object pronouns əvəzliklərinin yerinə as, like, but, for, except, for ifadələrindən sonra işlənir. Refleksiv prononsu deyir, refleksiv pronons hansılarıydı? Hansıları ki biz cümlədən ata bilməzdik. Məsələn, these shoes are designed for heavy runners, like yourself və yaxud like you. Bu ayaqqabılar sizin kimi ağır qaçışçılar üçün nəzərdə tutulub. Like burada kimi mənasını verir. Sizin kimi. Yəni ki, burada yourself
refleksiv pronomdur. Mən onu cümlədən ata bilmərəm. Və yadda saxlayaq ki, deyir ki, refleksiv pronos bəzən subject pronos, yəni ki, adlıq halda olan, object pronos, yəni ki, tamamlıq rolunda olan əvəzliklərin yerinə, onların yerinə as, like, but, except ifadələrindən sonra işlənir. Burada yourself object prononsun, yəni ki, obyekt əvəzliyinin yerinə işlənib, yəni like you da deyə bilərdik. Aşağıdakı fiillərdən sonra cədvələ baxın, xahiş edirəm. Aşağıdakı fiillərdən sonra reflexive and intensive pronouns işlədilmir, müəllimlər. Elə bütün fiillərlə biz qayıdış əvəzlikləri işlədə bilmərik. Elə fiillər var ki, onlardan sonra qayıdış əvəzliyi işlətmək olmaz. Bunlar, məsəl üçün, wash, dress, shave, relax, complain, rest, bath, hide, concentrate, lie down, meet, hurry, open, sell. Məsələn, do you shave on Sundays? Bazar günləri təraş olursunuzmu? Deyə bilmərik, do you shave yourself on Sundays? Siz özünüz bazar günləri təraş olursunuz. Xeyr, təraş olmaq feilindən sonra qayıdış əvəzliyi işlənmir. Burada nümunələr verilir, amma o nümunələrdən aşağıdakı qaydaya baxın. Çünki burada çox vacibdir. Bax, dedik ki, bu cədvəldəki fiillərə baxın, müəllimlər. Dedik ki, bu fiillərdən sonra qayıdış əvəzlikləri işlənmir. Wash, dress, shave, relax, complain, rest, bath, hide, concentrate, lie down, meet, hurry, open, sell. Amma indi görün qaydada nə deyir? Qaydada bununla yanaşı hərəkəti kimin etdiyini aydınlaşdırmaq və ya vurğulamaq məqsədi ilə işlədilə bilər. Görün, nə deyir bir? Bununla yanaşı hərəkəti kimin etdiyini aydınlaşdırmaq və ya vurğulamaq məqsədi ilə işlədilə bilər. Nümunədən bunu biləcəyik. My daughter is old enough to dress herself now. Qızım indi özünü geyinəcək yaşdadır. Yəni ki, qızı məsəl üçün indiyənə kimi çox balacaymış, məlum məsələdir ki, özü geyinə bilmirmiş. Anası geyindirilmiş. Ancaq indi məsəl üçün ana deyir ki, qızım artıq özünü geyindirə bilər. Bəli, burada artıq biz burada mütləq şəkildə cümlənin mənasına baxmalıyıq. Və yaxud does he shave himself or not? Üzünü özü təraş edir ya yox. Yəni ki, ola bilər ki, kimsə öyrənməmişdi hələ üzünü təraş etməyə. Kömək edirdi ona kimsə. Amma indi sual verir ki, indi edə bilirmi? Və yaxud he dressed himself in spite of his injuries. Aldığı xəsarətlərə baxmayaraq özü geyindi. Yəni kimdirsə xəsarətləri var. Məsəl üçün, qolu sınıqdır, məsəl üçün, gözü geyinə bilmir. Amma buna baxmayaraq hətta deyir ki, aldığı xəsarətlərə baxmayaraq özü geyindi. Özü geyindi nə mənada? Yəni təəccüblü bir mənadadır bu. Ki, geyinə bilməzdi, xəsarəti var idi axı. Amma cümlədə aydınlıq verir də bizə ki, aldığı xəsarətlərə baxmayaraq özü geyindi. Aşağıdakı feillərdən sonra adətən refleksiv, intensiv pronouns işlənir. Adətən məlum məsələdir ki, cədvəldə olan feilləri biz yaxşı öyrənməliyik. To enjoy oneself, yaxşı vaxt keçirmək. To cut oneself, kəsmək. Yəni özünün barmağını mı kəsmək, dırnağını mı kəsmək. Burn yourself, özünü yandırmaq. Amuse oneself, özünü əyləndirmək. Blame oneself, özünü günahlandırmaq. Drive oneself, qurulanmaq. Help yourself, bu nə deməkdir, müəllimlər? Bu kömək etmək demək deyil. Bu deməkdir, buyurun. Öz evinizdəki kimi özünüzü hiss edin. Introduce oneself, özünü təqdim etmək. Kill oneself, canına qıymaq. Prepare oneself, hazır olmaq. Satisfy oneself, özünü razı salmaq. Believe in oneself, özünə güvənmək. Give of oneself, fədakarlıq etmək. Hurt oneself, özünü incitmək, özünü yaralamaq. Be proud of oneself, özü ilə qürur duymaq. Take care of oneself,
özünə diqqət etmək, talk to oneself, özü ilə danışmaq, tell about oneself, özündən bəhs etmək, work for yourself, özü üçün çalışmaq, find oneself, özünü kəşf etmək, demonstrate oneself, özünü ispat etmək, teach yourself, özü özünə öyrənmək. Məsələn, he fell down from the tree and hurt himself. Ağacdan yıxıldı və özünü yaraladı. Key point. Key point'e dikkat edək. Məkan ifadə edən prepositionlardan sonra reflexive and intensive pronouns yerinə eyni anlam ifadə edirsə, object pronouns işlədilə bilər. Close the door after you. Demirik after yourself. Deyir ki, özünüzdən sonra qapını bağlayın. Özünüzdən sonra. Burada after nəyi göstərir? Deməli, məkan ifadə edən bir əvəzlikdir. He was pulling a small cart behind him. Ola bilərdi himself. Amma object pronoun işlədilə bilər. Arxasınca kiçik bir araba dartırdı. Yəni, özü dartırdı. Sadəcə olaraq bir daha diqqət edək deyir ki, məkan ifadə edən prepositionlardan sonra reflexive and intensive pronouns'un yerinə eyni anlam ifadə edirsə, object pronouns işlədilə bilər. Davam edək. Yuxarıda izah edilən əvəzliklər isimlərin yerinə işlədilən kəlmələrdir. Əvəzliklər vasitəsilə cümlədə isimlərin təkrarlanmamasının qarşısı alınır. Personal pronouns, possessive pronouns və reflexive and intensive pronouns cümlə quruluşunda önəmli funksiyaları olan sözlərdir. Aşağıdakı tabloda bu əvəzliklər bir arada nəzər yetirək. Artıq üstündə dayanmaq istəmirəm, hər bir şey yazılır və mən bilirəm ki, siz bunların hər birini biz öyrənmişik, bilirik. Sadəcə olaraq artıq bizdə mix səviyyəsi üçün nələr burada lazım idisə, hamısı geniş şəkildə izah olunur. Keçirik reciprocal pronouns'a, qarşılıq əvəzliklərinə. Reciprocal pronouns şəxslər və əşyalar arasında olan münasibəti ifadə etmək məqsədi ilə işlədilir və hədəf dildə deyəndə, yəni ki, ingilis dilində iki qarşılıq əvəzliyi var. İç azə və van azə. Hər iki reciprocal pronouns anlamca bir-birinə qarşılıqlı olaraq qarşı-qarşıya və üzbəüz deməkdir. Bunlardan iç azə adətən iki şəxs və ya əşya arasında olan münasibəti ifadə etmək üçün işlədilməsinə baxmayaraq, ingilis dilində bəzən ikidən daha çox şəxs və ya əşya arasında da işlədilir. Van ənazə isə iki və daha çox şəxs və ya əşya arasında olan münasibəti ifadə etsə də, formal status daşığından dolayı dil istifadəçiləri tərəfindən o qədər də tərcih edilməz. Bu əvəzliklərin possessive case forması apostrof S vasitəsilə düzəlir. Burada mən bir yanlışlıq görürəm, müəllimlər. Bəli, hədəf dildə deyir, bəzən iç azə. Amma əslində müəllimlər, iç azə yalnız və yalnız iki şəxs və ya əşya arasında olan münasibəti etmək üçün işlədilir. Van ənazə isə həmi iki şəxs arasında olanı göstərə bilər, həm də ikidən artıq olan. Əslində ikidən artıq olan əlaqəni göstərir van ənazə 3, 5, 15. Amma variantlarda, məsəl üçün testlərdə, van ənazə iki dənə, ikisinin də arasında olan münasibəti göstərə bilər. Amma icazə yox. Burada deyir ki, icazə daha çox istifadə olunur. O dildə qeyri-rəsmi olaraq. Qeyri-rəsmi. Yox, bizim testlərdə elə şey yoxdur, ha, müəllimlər. Yadda saxlayın. Bizim testlərdə iki insan və ya əşya arasında olan münasibəti iç-azə bildirir. İkidən çox insan və ya əşya arasında olan münasibəti van ənazə bildirir. Amma eyni zamanda van ənazə iki insan və yaxud əşya arasında olan münasibəti də bildirə bilər. Testlərdə buna rastlaşa bilərsiniz.
Amma iç azə ikidən artıq olan insan və əşya arasında olan münasibəti bildirə bilməz. Yəni ki, çaşqınlıq yaratmayaq burada. They are twins, but they don't look like each other. Onlar deyir əkizdirlər. Əkiz yəni iki nəfərdir. Amma bir-birlərinə bənzəmirlər. Family members should not compete against each other. Ailə üzvləri bir-birləri ilə rəqabət etməməlidirlər. Baxın, burada iç azə, family members, ailə üzvləri dedikdə biz bəlkə orada 5-15 adamdır. Amma iç azə ilə onu əvəz ediblər bir-birlərini. Van ənazə ilə yox. I think we have learned a lot. Amma bizim testlərdə elə şey yoxdur. Ha, bir daha deyirəm. I think we have learned a lot about one another in this session. Bu düzdür, bu ola bilər. İki nəfərik, deyirəm ki, düşünürəm ki, bu seansda bir-birimiz haqqında çox şey öyrəndik. Yəni ki, iki nəfər olsaq da one another işlədilə bilər. The two of them sat facing each other və yaxud one another. Olar, ikisi də olar. Onlardan ikisi üzbəüz oturdular. Bir daha deyirəm, ikidirsə, iç azə də ola bilər, one anotherdirsə. Amma ikidən çoxdursa, yalnız one another olar. Ha, bax, bəri başdan deyirəm. Yalnız one another ikidən çoxdursa. Amma ikidirsə, iç azə də ola bilər, one another də ola bilər. Key point-a baxaq. Meet və Mary kimi qarşılıqlı anlam ifadə edən feillərdən sonra adətən iç azə, one another işlədilir. Meet görüşmək, Mary evlənmək kimi qarşılıqlı anlam ifadə edir bunlar. Görüşmək, yəni bir-birimizlə görüşmək, evlənmək, bir-birimizlə evlənmək. Bu qarşılıqlı anlamda artıq. Ona görə də burada adətən iç azə və yaxud one another işlədilir. Məsələn, deyirik ki, they met in 1992 and married in 1994. 1992-də tanış olub, 1994-də evləndilər. Tay demirik bir-birləri ilə iç azə və yaxud one another. Tay bu işlədilir. Demonstrative pronouns, işarə əvəzlikləri. Hər hansı bir şey işarə etmək, göstərmək və təmsil etmək məqsədilə işlədilən kəlmələrdir. Hədəf dildə işarə əvəzlikləri proximal demonstrative pronouns olaraq adlanan this, bu və these, bu, bunlar. Distal demonstrative pronouns olaraq adlanan that, o və those, o, onlar. The same, həmin, eyni, əmin yazılıb, həmin olmalıydı və such, elə, belə işlədilir. Deməli, this və these proximal demonstrative pronouns, that və yaxud those distal demonstrative pronouns adlarını yadda saxlayaq. Zaman və məkanca yaxında olan hər hansı bir insanı və əşyanı göstərmək, ifadə etmək məqsədi ilə təkdə siz, cəmdə isə siz işlədilir. Proximal demonstratives özlərindən sonra bir isim gəldikdə proximal demonstrative adjective funksiyasında işlədilir. Görürsünüzmü? Mən sizə dedim, hər hansı mən keçdiyim buradakı əvəzliklərdən sonra isim, birbaşa isim gəlibsə də onlar artıq pronoun sözünü oradan yığışdırıb adjective sözünü verirlər. Onlar artıq tay orada pronoun kimi yox, əvəzlik kimi yox, sifət kimi işlədirlər. Bunu yaddan çıxartmayın. Bəri başdan deyim ki, bax, burada verilən proximal demonstrative pronouns, distal demonstrative, testlərdə biz buna rast gəlmirik. Testlərdə biz bu adlara rast gəlmirik. Amma siz bunu bilsəz daha yaxşı olar. Çünki biz bilmirik, bu mix səviyyədə, advanceddır. Biz bilmirik testlərdə nələrdən istifadə olunacaq. İldən ilə hər şey dəyişir. Ona görə də məlum məsələdir ki, əzbər bilsəz yaxşıdır. Proximal demonstrative pronouns biz həmişə bunu necə izah edirik? Yaxında olan əşyanı və yaxud da ki, şəxsi göstərmək üçün bu mənasında siz, bunlar mənasında siz işlədilir. Nümunələrin üzərində dayanmıram, bunlar hasaddır. Distal demonstrative pronouns, that və those, bunları necə izah edirik? Uzaqda yerləşən əşya və yaxud şəxsi göstərmək üçün işlədilir that və yaxud those. Və bunlar da məlum məsələdir ki, özlərindən sonra isim gələrsə də artıq adjective funksiyasını işlənirlər, yəni ki, sifət funksiyasını daşıyırlar.
Nümunələrin üzərində dayanmıram. Onları siz özünüz də oxuyarsınız. Çox asandır. Amma qaydaya baxaq. That və those daha öncədən adı çəkilən ismi təkrar etməmək üçün həmin ismin əvəzinə işlənir. Bəli. Məsələn, the price of this about the same as that of coffee. That burada nəyə əvəz etdi? Price sözünü. Məsəl üçün, bu belə də ola bilərdi. The price of the is about the same as price of coffee. Çayın qiyməti təxminən qəhvəninki kimi eynidir. Bax, zət olanda. Və yaxud çayın qiyməti təxminən qəhvənin qiyməti ilə eynidir. Birinci cümlədə deyirəm ki, çayın qiyməti təxminən qəhvəninki kimi, yəni qəhvəninki kimi nə? Qiyməti kimi eynidir. Digər qısa bir qayda. Bəli, bax, bu sizə mütləq lazımdır. Mütləq. Zaosdan sonra əgər who gəlirsə, tək başına cümlənin əvvəlində işlədilir və kim, kimlər, insanlar anlamına gəlir. Mütləq yadda saxlayın. Zaosdan sonra əgər who gəlirsə tək başına cümlənin əvvəlində işlədilir və kimlər, insanlar, canlılar, müəllimlər, insanlar anlamına gəlir. Məsələn, those ola bilər of you və yaxud heç olmaya da bilər. Who want to win a race should work hard. Deyir, yarışı qazanmaq istəyənlər çox çalışmalıdır. Those yarışı qazanmaq istəyir. Kimlər ki deyir, kimlər ki yarışı qazanmaq istəyir, çox çalışmalıdır. Those who don't like taking too much praising, don't like praising too. Deyir, çox təriflənməyi sevməyən insanlar tərifləməyi də sevməz. Yəni ki, kimlər ki, those burada kimlər ki çox təriflənməyi sevmirlər, özləri də tərifləməyi sevməzlər. The same işarə əvəzliyi. The same həm isim, həm də isimsiz işlənir. Cümlədə isimlər işləndikdə prepozitiv adjektiv funksiyasında olur. The same hər zaman the article işlədilir. Bəli, özündən sonra isim gələrsə də artıq adjektiv olacaq, isim gəlmərsə də pronoun olacaq və mütləq şəkildə müəyyənlik the article ilə işlənir. These two colors are not the same. Burada prepozitiv pronoundur burada. This one is slightly lighter than that one. Bu iki rəng eynidir, bu ondan bir qədər açıqdır. They had the same size shoes and they wore the same clothes quite often. Prepositive adjectivedir çünki ismin qarşısında gəlir. Eyni ölçüdə ayaqqabıları var idi və çox vaxt eyni paltar geyinirdilər. Qaydaya baxaq. The same hər hansı bir insanın və ya əşyanın eyni olduğunu ifadə etdikdə as bağlayıcısı ilə işlədilir. My new car is the same model as my old one. Deyir, yeni maşınım, köhnə maşınımla eyni modeldədir. Yəni ki, mənim deyir, yeni maşınım eyni modeldədir, köhnəki kimi. Köhnəki kimi nə? Yəni maşınım, köhnə maşınım kimi. Sonra qaydası. Öncəki cümlədə işlənən hər hansı bir fikri, ifadəni təkrar etməmək üçün həmin ifadə və ya söz do the same şəklində qısaldılır. Məsələn, she bought her ticket for the folk festival online and we did the same. O folklor festivalına biletini internetdən aldı, biz də elə etdik. Onu kimi də, yəni biz də online aldıq. Such cümlədə prepozitiv adjektiv funksiyasında işlənir, elə, belə kimi bir anlam ifadə edir, özündən sonra bir isim tələb edir, such tək başına sifət və ya zərflə işlədilmir və heç bir zaman hərəkətin tərzini bildirmir. Sifət yalnız ismi təyin etdikdə işlədilə bilər. Cümlədə işlənən isim sayılan təkdirsə, sifətin önündə an article işlədilir. İsim cəm və ya sayılmayan olduqda an article işlədilmir. Biz bunu çox gözəl bilirik ki, such isimsiz qətiyyən işlənə bilməz.
Qətiyyən. Saçdan sonra sifət gələ bilər, amma o sifətdən sonra yenə də mütləq şəkildə isim gəlməlidir. Bircə dənə nümunəcə göstərim. It is an honor to work for such a great company. Belə böyük bir şirkətdə işləmək qürurdur. Necədir? Prepositive adjectivedir. Niyə? Çünki ismin qarşısında işlənir. Digər qaydamız, mən elə gəlir ki, elə bu qaydanı da izah edərəm və bununla bitirərəm bugünkü dərsi. Çünki bunların hamısını siz əzbərləməlisiniz. Bu da balaca bir qayda deyil. Interrogativ pronouns, sual əvəzlikləri. Diqqətlə qulaq asaq. Interrogativ pronouns xüsusi suallarda işlənir və hər zaman cümlənin əvvəlində gəlir. Sual əvəzlikləri aşağıdakılardır. Who, whom, whose, what, which. Who, sual əvəzliyi kim, kimi, kimə deməkdir. Hər zaman canlı varlıqlara aid olur. Əsasən cümlənin mübtədasına sual verdikdə işlədilir. Özündən sonra adətən birbaşa fiil gəlir və auxiliary verb do, does, did, yəni köməkçi fiil işlədilmir. Ancaq inkar cümlələrdə doesn't və didn't köməkçi fiilləri işlədilir. Məlum məsələdir ki, əgər bizim sual cümləmiz inkarlıq ifadə edirsə də, biz orada məcburuq inkarda fiil işlətməliyik. Ona görə doesn't və yaxud didn't işlədiləcək. Bunlar burada sual düzəldən köməkçi fiil olmayacaq ki, onlar inkarlıq düzəldən köməkçi olacaqlar. Xəbərin ad hissəsinə subject predicate sual verdikdə cümlənin mübtədası ilə kəmiyyətə görə uzlaşır. Bu nə deməkdir? Mən sizə interrogativ pronounsları tam açıq şəkildə izah etmişdim və demişdim ki, əgər bu cümləmizin mübtədasına verilən sualdırsa, ondan sonra biz deməli xəbər üçüncü şəxsin təkində gəlir. Yox, əgər who xəbərin ad hissəsinə verilən sualdırsa, artıq orada bizdə uzlaşma olmalıdır. Kəmiyyətə görə uzlaşmalıdır. Təkdədirsə xəbər təkdə, cəmdədirsə xəbər cəmdə olmalıdır. Gəlin, baxaq nümunələrə. Who makes the decision here? Burada qərarları kim verir? Yəni ki, görürsünüz, kim verir? Who mübtədanın sualıdır. Heç bir köməkçi fiil lazım deyil ki, sual düzəldə. Who called you this morning? Bu səhər sizə kim zəng etdi? Kim zəng etdi? Kim yenə də mübtədanın sualıdır. Who doesn't like pizza? Kim pizza sevmir? Burada doesn't nə bildirir? Xəbərin inkarda olmasını bildirir. Köməkçi kimi sual düzəldən deyil, inkar düzəldən köməkçidir. Who is driving us home? Bizi evə kim aparır? Kim? Who bir adam aparırdı, is ona görə. Amma buna baxın, who are those girls? A və Z-in Z-yə. Həyətdəki o qızlar kimlərdir? Artıq burada mənim sualım xəbərin ad hissəsinədir. Those girls. Ona görə də girls cəmdə olduğuna görə bundan sonra xəbər cəmdə gəlir. Bu kəlməsi what questions sual sözü olaraq noun clause isim cümləsi cümlələrini düzəldir. Başqa bir ifadə ilə açıqlamış olsaq, who sual əvəzliyi sual forması olmaqdan çıxır və simple sentence sadə cümləyə çevrilir. Görün nə deyir? Who kəlməsi what question sual sözü olaraq noun clause isim cümləsi. Noun clause müəllimlər, biz sizinlə budaq cümlələri keçəndə siz görəcəksiniz ki, budaq cümlələri bölünür noun clause'lara, adjective clause'lara və adverbial clause'lara. Və burada bizə deyir ki, who noun clause, yəni ki, noun budaq cümləsini, isim budaq cümləsini, cümlələrini düzəldir. Başqa bir ifadə ilə açıqlamış olsa, who sual əvəzliyi sual forması olmaqdan çıxır, artıq sual olmur və sadə cümləyə çevrilir. Baxın, the phone rang. She asked me who it was. Telefon zəng çaldı. Məndən kim olduğunu, o məndən kim olduğunu soruşdu. Artıq burada who məlum məsələdir ki, sual kimi istifadə olunur. Sual əvəzliyi sual forması olmaqdan çıxır. I can't remember who told me. Mənə
kimin dediyini xatırlamıram. Who cümlədə preposition ilə işləndikdə bu preposition hər zaman özündən sonra işlənir. Bəli, mənimlə. Who-dan əvvəl biz qətiyyən söz önü işlətmirik. Who olan cümlədə söz önü cümlənin axırında gəlir. Məsələn, who are you going to the cinema with? Kiminlə sinemaya gedirsən? Who is waiting for AVZ-yə? For AVZ-yə. Orada kimi gözləyir? Emphatic questions, vurğulu suallarda whoever ya da who'un öz sözlər işlədərək heyrət və təəccüb ifadə edir. Məsələn, whoever does she think she is speaking to us like that? Deyir, o özünü kim hesab edirsə bizimlə belə danışır. Cümləmizi burada, yəni ki, vurğuluyur, təəccüb, heyrət doğuran bir ifadə edir. Whoever, o özünü deyir, kim hesab edir? Who on earth has left all this rubbish here? Bütün bu zibilləri bura kim qoyub? Who on earth. Yəni ki, eləcə demirik kim. Heyrət içində deyirik, əsəb içində deyirik ki, bütün bu zibilləri bura kim qoyub? Who on earth. Whom. Whom sual əvəzliyi kimi, kimə deməkdir? Canlı varlıqlara aid olur. Bu əvəzliyinin obyekt formasıdır. Görürsünüzmü? Kimi, kimə sualına deməkdir. Whom əvəzliyi preposition ilə işləndikdə preposition özündən əvvəl ya da cümlənin sonunda gələ bilər. Bəli, whom ilə söz önümüz whomdan əvvəl də gələ bilər, cümlənin sonunda da gələ bilər. Hədəf dildə whom əvəzinə adətən who işlədilir. Yəni, ingilis dilində. Whom və yaxud who-da əvəz edə bilər. Have you sent a text today? Bugün kimə mesaj göndərmişsiniz? Whom və yaxud who do you know in this picture? Bu şəkildə kimi tanıyırsınız? Whom did you give the book to? Və yaxud to whom did you give the book? Kitabı kimə verdin? Whom have you received this beautiful gift from? Və yaxud from whom have you received this beautiful gift? Bu gözəl hədiyyəni kimdən almısan? Whose. Whose sual əvəzliyi kimin deməkdir? Sahiblik və mənsubiyyət bildirir. Əsas olaraq canlılara aid olur. Aid olduğu ismin qarşısında gəlir və be noun ilə işlənir. Yəni ki, birbaşa isim götürür. Be noun, yəni birbaşa isim götürür. Aralarında heç nə durmur. Nə deməkdir be noun? İsmin qarşısında nə article olmayacaq və yaxud da ki, İşarə əvəzliyi, yerlik əvəzliyi əsasən odur ki, artiklsız isim götürür. Artiklsız müəllimlər, be noun o deməkdir ki, artiklsız isim götürür. Barəsində danışılan isim tərəflərə məlumdursa, isimsiz də işlədilə bilər. İsimlə işləndikdə interrogativ adjective funksiyasında olur. Bəli, əgər ismin qarşısında durursa whose, artıq o sifət kimi, sifət funksiyasında çıxış edir. I have found a hat in the garden. Whose is this? Mən deyir, bağda papaq tapmışam. Kimindir? Whose birthday is it today? Bugün kimin doğum günüdür? Interrogative adjective. Yəni ki, artıq sual sifətidir. What. What'a baxaq. What sual əvəzliyi nə deməkdir? Adətən cansız varlıqlarla işlədilir. What can I do for you? Sənin üçün nə edə bilərəm? What's the weather going to be like tomorrow? Sabah hava necə olacaq? Görürsünüz nə deyir? Deyir, necə olacaq? What has happened to you? Sənə nə olub? What sual əvəzliyi indirect questions vasitəli suallarda işlədilə bilər. Məsələn, she asked me what my address was. Ünvanımın nə olduğunu soruşdu. Biz bunu sizinlə keçmişik. Biz bunu sizinlə direct, indirect speech olanda, yəni ki, vasitəli, vasitəsiz tamamlığı keçəndə biz dedik ki, necə vasitəsiz cümləni vasitəli tamamlığa çeviririksə də, bax və cümlə tamamlamada da bunu işlətmişik ki, burada bizdə, bəli, bu sual əvəzliklər işlənir, amma onlardan sonra qətiyyən biz inversiya edib
mübtada xəbərin və yaxud köməkçi fiilin işlədə bilmərik. Birbaşa mübtada xəbər gəlməlidir. Düzgün cümlə sırası gəlməlidir. She asked me what my address was. Ünvanımın nə olduğunu soruşdu. I wonder what your brother is doing these days. Görəsən qardaşım bu günlərdə nə edir? İnsanların sənətini, peşəsini, vəzifəsini soruşduqda what insanlara da aid edilir. Bunu da biz sizinlə bilirik. Elə Azərbaycan dilində də elədir. Mən əgər kiminsə peşəsini deyirəm, sənin atan nəçidir, kimçidir demirəm ki, nəçidir, nəçidir deyəndə, yəni peşəsini soruşuram atasının. Elə ingilis dilində də eynidir. What is your father? Atan nəçidir? He is a lawyer, hüquqşünasdır. What does your mother do? Anan nəçidir? She is a teacher, müəllimdir. Emphatic questionsları var bunların, yəni vurğulu suallar eyni ilə hu kimi. What və ya da what on öz sözləri işlədərək heyrət və ya təəccüb ifadə edir. Məsələn, John, whatever are you doing? What'dan daha güclüdür, deyir. You will hurt yourself right now, deyir. John, sən nə edirsən? Sən deyir, sadəcə özünü yaralayacaqsan. Və yaxud, what on earth is she wearing? She looks awful in that red and white dress. O deyir, nə geyinir? O deyir, bu qırmızı və ağ donda çox deyir, pis görünür. Bax, bu mənada buna deyirlər emphatic questions, what və what on earth. İkisi də nə deməkdir? Sadəcə olaraq bir daha deyirəm də, vurğuluyur, gücləndirir suallarımızı. Which sual əvəzliyi hansı deməkdir? Seçim etmək anlamında işlədilir. Həm canlılara, həm də cansızlara aid olur. Bəli, mənimlə. Which sual əvəzliyi kimi canlılara da, cansızlara da aid olur. Özündən sonra isim gəldikdə də, indi isə bu interrogative adjective olaraq işlənir. Which is the hottest month of the year? İlin ən isti ayı hansıdır? Which is mine, the smaller one? Hansı mənimdir? Kiçik olan. Qaydasına baxaq. Which əvəzlik kimi preposition of ilə işləndikdə isim cəmdə, xəbər təkdə olur və ismin qarşısında bir determine, yəni təyin edici artikel ola bilər, işarə əvəzliyi ola bilər, yərlik əvəzliyi ola bilər, ismin yərlik halı ola bilər, işlənir. Which of-dan sonra müəllimlər ismin qarşısında mütləq bir təyin edici durmalıdır. Which of-dan sonra biz ismi birbaşa yaza bilmərik. Onun qarşısında təyin edicisi olmalıdır. Və görürsünüz nə deyir? İsim cəmdə, xəbər təkdə olur. Which of you və yaxud əvəzliklə olsun cəmdə. Which of you has a driving license? Hansınızın sürücülük vəsiqəsi var? Which of these chemicals is more toxic? Bu kimyəvi maddələrdən hansı daha zəhərlidir? Which of those areas has the greatest growth potential? Bu sahələrdən hansının daha çox inkişaf potensialı var? Key point. Həm what, həm də which sual əvəzlikləri dilimizə hansı kimi tərcümə edilir? What-da, which-də. What nə kimi tərcümə olunur? O heç öz yerində. Hətta necə kimi də tərcümə olunur? O da öz yerində. Amma what eyni ilə which kimi hansı kimi də tərcümə olunur? Which bir neçə insan və əşya arasında seçim bildirir, lakin what ümumiyyətlə daha çox saya malik insan və ya əşya arasında seçim etmək üçün işlədilir. Məsələn, what is the tallest building in the world? Deyir, dünyanın ən hündür binası hansıdır? Görürsünüz, bu ümumiyyətlə dünyada soruşur. Hansısa 2, 3, 5, 15 binanın arasındakı ən hündür olanı soruşmur. Ümumiyyətlə soruşur. What's your address? Ünvanınız nə, hansıdır? Yəni, ümumiyyətlə sizin ünvan hansıdır? Which is your address? Ünvanınız hansıdır? Artıq burada axtarır ünvanı və buna deyir ki, bu axtardıqlarımın içində hansıdır? Deyir ki, looking at a list of addresses.
ünvanlar siyahısına baxır. Ona görə which işlənir. This one here buradakı. Which hand do you write with? Hansı əllə yazırsa, məlum məsələdə iki əlimiz var. Biz burada hansı mənasında what işlədə bilmərik. Seçim iki əl arasındadır. Which işlənməlidir. Which one is your sister? Bacın hansıdır? Məsəl üçün deyir ki, looking at a photograph of three women. Üç qadının şəklinə baxaraq deyir ki, yəni seçim üç qadın arasındadır. What işlədə bilmərik, which olmalıdır. Which airport are we leaving from Istanbul or Sabiha Gökçen? Deyir, hansı hava limanından yola düşürük? İstanbuldan yoxsa Sabiha Gökçen'dən? Burada da iki liman arasında seçim olduğuna görə which işlənir. Örnek sualımıza baxaq. Which the following sentences includes a redundant, unnecessary pronoun? Redundant. Baxın, görür ki, nə deyir? Deyir ki, aşağıdakı cümlələrdə mütləq olmayan, mütləq tələb olunmayan əvəzlik hansıdır? Mütləq tələb olunmayan, redundant, unnecessary. Bu hansıydı? Intensive prononuydu. Müəllimlər, yadınızdadırmı? Intensive pronouns qayıdış əvəzliyidir. Sadəcə olaraq cümlənin mənasını vurğulamaq üçün işlədilir. Biz onları cümlədən çıxarda bilərik. How would you feel yourself about moving to a different city? Deyir ki, digər şəhərə köçmək haqqında necə hiss edirsiniz? Özünüzü necə hiss edirsiniz? Burada, hətta burada feel feilindən sonra yourself işlənir. Yəni ki, bu unnecessary pronoundur, redundant pronoundur. O, işlənməsə də olardı. Mənə elə gəlir ki, düzdür, vaxtımıza var müəllimlər, amma mənə elə gəlir ki, bu qədər bəs edər. Necə fikirləşirsiniz? Nə deyirsiniz? Bəli, bəs edər. Çünki siz bunların hamısının adını əzbərləməlisiniz, müəllimlər. Mütləq şəkildə hamısının adı əzbərlənməlidir.